Salam, hər vaxtınız xeyir olsun, dəyərli futbol həvəskarları, Futqas layihəsinin izləyiciləri, növbəti həftə və biz təbii ki, hər zaman söz verdiyimiz kimi bu həftə də sizinlə birlikdəyik və həftənin Avropada, ümumiyyətlə dünya futbolunda, elə Azərbaycanda da həftənin maraqlı hadisələrini müzakirə edəcəyik. Mərci rubrikamız var, hansı ki 2 həftədə özünü doğruldur. Bilmirəm, yazırsınız yoxsa yox, amma əlin kuponları tutur. Kuponlar amma özünü gəlir. Ayırmadım da özümü indi, səndə də kuponda olur. Bu həftə də var mərci rubrikamız. Ona görə bu buraxılışı da izləyin. Ortada, axırda baxacağıq. Vəziyyətə uyğun olaraq həmin mərci rubrikasında yerləşdirəcəyik. Orada da oyunlardan danışacağıq. Ziya, Rafael hər zaman olduğu kimi mənimlədir. Xoş gördük. Çox sağ ol. Elə bir hədiyyəli yarışmamızda çatdıraq, ondan sonra başlayaq. Elə Copa del Rey-ə, El Clasico-ya, Barcelona Real Madrid oyununa hədiyyəli yarışımız var. Hə, ötən həftədən qalan. Bəli, ötən həftədən qalan yarışmamızdır. Hesabı təxmin edin, bir də vurulan qolun birinin müəllifin. Rəylərə yazın və tərəfdaşımız Team Store-dan hədiyyə qazanacaqsınız. Və orada yazılan ilk onu da bildirək ki, ötən həftə yazdığınız rəylər də qüvvədə qalır. Yəni həmin adamların, həmin istifadəçilərin bu buraxılışa rəy yazması ehtiyac yoxdur. Əlavə olaraq xatırlatma kimi yaza bilərsiniz ki, yəni onsuz da seçəndə görəcəyik eyni rəydir, amma fərqli hesab yazmayın zəhmət olmasa. Bir profildən ilk yazdığınız hesab nəzərə alınacaq və edit olunmuş rəylər də qeydə alınmayacaq. Ona görə də bir daha tərəfdaşımız Team Store-a, Rafiq bəyə də təşəkkür edirik bizim iştirakçılara hədiyyə ilə təmin etdiyinə görə. Nədən başlayaq uşaqlar? Bu həftə ənənəmizdə sadiq qalaq da, çünki Çempionlar Liqası olmayıb və qaydaq elə ənənəvi olaraq Azərbaycan futbolunda nə baş verdi? Azərbaycan futbolunda o baş verdi ki, Neftçi qaldı Avrokuboklarsız, gözlənildiyi kimi, hər kəsin proqnoz etdiyi kimi, Neftçi, o kinoda deyir, Neftçinin udan qurbandır. Son zamanlar, qurban da, son zamanlar elə ona, o frazaya uyğun davranır Neftçi, elə görünür, illər dəyişib, dövr dəyişib. Amma Neftçi dəyişmir. Neftçi dəyişmir, bəli, Neftçi dəyişmir. Bir klub yəni azərkeşlərini heç sevindirməzmi? Sevindirdiyi zamanlar oldu. Olub, ancaq yəni ki, bu izləyənlər səhv başa düşməsin, amma neçə illərdir də, yəni Neftçinin bu vəziyyətdə olması Fənər sindromu acınacaqlı durumdur. Sən o kimdən soruşursan? Bir yanda Manchesterlı, digər yanda Manchesterlı. Neftçinin Fənər sindromu var da. Fenerbahçe ilə Neftçinin taleyi deyəsən eyni yazılır. İlk öncə istəyirəm elə Qarabağdan başlayım. Qarabağ Araz Naxçıvan oyunu idi. Birinci oyunda Qarabağ məğlub olmuşdu. Birinci oyuna bəzi rotasiyalar getmişdi Qurbanov. İkinci oyunda artıq tam heyəti buraxmışdı. Araz Naxçıvan birinci hissəni yaxşı oynadı. Hətta qol vurmaq imkanları da var idi. Bir zərbələri qapı tirindən qayıtdı. İkinci hissədə artıq Qarabağ toparlandı və yəni qalib gəldi. Belə deyək, ikinci hissədə artıq gücün öz fərqini, güc fərqi göstərdi ki, bəli, Qarabağ daha yaxşı oynadı. Ancaq bir mənim çatmayan bir şey oldu ki, yəni ki, Kubokun yarım finaldı, saat 5-ə təyin olmuşdu oyun. Yəni çox azərkeşlər gələ bilmirdi. İşdən çıxan həftə içi. 7-də olsan gəlirdi. Yox, niyə? Qarabağın hansı oyunu idi? Səhv Neftçi ilə oyunu idi. Tofiq Bəhramovla. Onu qatmır. Orada da istənilən atmosfer. Yaxşı, belə eləyək. Masazırda keçirilən Sabah Neftçi oyununda 6600 azərkeş rekordu qeydə alınıb. Oyun saat səhv etmirəmsə 8-də başladı. Yəni iş günündən sonra olduğuna görə, yəni ki, azərkeşlər gələ bilir. Sabah klubunun özü də azərkeşlərin meydana gəlməsi üçün yaxşı addımlar atır. Yəni azərkeşlərin belə deyək ki, meydançaya cəlb eləyə bilirlər. Ancaq yəni Qarabağın oyunu da məsələn o qədər Qarabağ azərkeşi var ki, işləyirlər. Saat 8-də olsaydı oyun Qarabağın oyununa da gedə bilərdilər. Ziya, inciməyə burada razılaşmayacağam. Çempionat boyu biz bunu görmüşük. Bəlkə sənin fikrin arxasında dayanan əsas məsələ kubok oyunudur, yarımfinaldır. Buna görə gələ bilərlər. Amma çempionat oyununda 10 dəfə oynasınlar. Belə deyək, səhv etmirəmsə, ikisində 3000-4000 azərkeş səhv etmirəmsə stadionda 1500 ya 1200 azərkeş var idi. Mən əminəm ki, oyun məsələn saat 8-də, 9-da keçirilsəydi, həmin azərkeşlərin sayı bir 4000 olacaqdı. Rahat olaraq 4000 olacaqdı. Ola bilər. Bəlkə 2 dəfə artıq ola bilərdi ki, sən deyən faktora görə. Amma ondan o yanını görməyəcəkdi. Çünki Qarabağın özləri də bu faktı, futbolçular da həmişə bu faktı vurğulayır ki, məyusluqla ki, Avrokuboklarda olan oyunlar qədər, Avrokuboklarda hətta yəni Cəbəlütari komandası ilə düşəndə belə və yaxud ilk mərhələ, ikinci mərhələ düşəndə belə yenə də orada bizim futbolun yaralı yeridir. Ancaq yəni Neftçi ilə oyunda sübut olundu ki,
ən azından bir Neftçi 9 Sabah min, oyununda? yox, Qarabağ Neftçi oyununda. Yəni bir 8 min, 9 min azarkeş gəlmişdi. Yaxşı stadionda futbol havası var idi. Derbidir, ancaq yəni ki onun da adı var üstündə. Hətta adı var da üstündə. Yəni Sabah oyununda çünki əhəmiyyətdə böyükdür. Avrokuboklara çıxış üçün həm Sabah, həm Neftçi Bəli, adında. bəli, Neftçi çıxmaq istəyirdi Avrokuboklara və Sabah Neftçi oyununda oyun bitdikdən sonra maraqlı bir mahnı səsləndirdi. Bilmirəm, eşitdiniz yoxsa? Bu şəhər ikimizə dar. Artıq yəni ki Sabah mesaj verir ki Neftçiyə, mən varam, bu şəhər artıq yəni bu şəhərin klubu mən sayılıram hələ ki. Düzdür, indi Neftçinin tarixi flaqmandır. Ancaq Neftçi rəhbərliyi həmin oyundan sonra da, yəni icraiyyə komitəsi keçirilib, iclas keçiriblər. Bir çox dəyişikliklər qeydə alınacaq. Samir Abbasov da oyundan sonra çıxıb üzr istəyib. Bu məğlubiyyət bizə yazar. Hə, məşqçinin adına. Bəli. Rafael, sən də istəyirsən öz fikirlərini çox danışdın. İcra komitəsi yığılıb, onlar nə qərar verəcək çox maraqlıdır. Məncə elə başdan aşağı hamısını dəyişmək lazımdır. İcra komitəsi yox da, klubun müşahidə şurası falan. Bir də klubun öz icraiyyə komitəsi olur da onlarında. Çünki zaten bizdə klublar özəl deyil də, yəni dövlət nəzdində olan klubdur. Neftçi necələri heç özləri bilmirlər. Məncə Neftçini ən yaxşı satmalıdılar hansısa bir özəl şirkətə və ya özəl bir insana, bəlkə o daha yaxşı idarə elədi klubu və klubu hansısa bir yerə gətirib çıxardı. İndiki idarə heyətindən yəni heç bir şey əldə eləmək olmayacaq. Orada məsələ səncə nəyi dəyişməlidir Neftçi? Sən olsaydın nəyi dəyişərdin? Fərz eləyək ki, sən qoyublar Neftçinin yanaşma dəyişməlidir. Çünki orada hər zaman yəni bu tutalım 1 il bundan öncə fərqli rəhbərliyi idi. Cenk Sümer getməlidir. Yox, tək idman direktoru. Yəni o Cenk getdi, Əli gəldi, Vəli gəldi. Fərqi yoxdur qardaş. Sistemləri yoxdur. Ya Jens Andersen gəlmişdi, nə oldu? Yəni adama axırda elə yaxşı, mən deyərdim torba tikdilər ki, düz deyə o da qalıb heç nə eləməyəcəkdi, amma onun boynuna yıxdılar bütün bu bir mətbuat konfransı var idi, özüm də orada idim. Bütün bu tikinti işləri, jurnalistlər də qınayırdı ki, çıxıb burada ancaq tikinti məsələlərindən danışır, infrastruktur falan. Bu kimi klublarda bu indi yox, bundan öncə olmalı məsələlərdən idi və onu da elə yola saldılar. O da yaddaşlarımızda yalnız elə bir prorab kimi qaldı getdi. Bir idman direktorluq bir iş görmədi də. O baxımdan onu da eləyən elə Neftçidə bəlkə çalışan yerli rəhbərliyidir, yerli söz sahibləridir. Neftçi həmişə bunu vurğulamışam. Tək Neftçi deyəndə Neftçi timsalında bəlkə də bəzi Azərbaycan klublarında da o dövlət deyirsiniz və yaxud da ki heç dövlət olmasın, bəzi dövlətə bağlı olan şəxslərin hansı ki təmsil olunurlar rəhbərliklərdə və indi klublardadırlar. Onlarda mənə elə gəlir ki, hər zaman bunu Neftçidən daxildən də bu xəbərlər sızır çölə. Tamam, sən, Ziya, Rafael, mən üçümüz rəhbəriyik, müşahidə şurasındayıq və yaxud da nə bilim söz sahibiyik. Bizdən əlavə 3-4 nəfər də. Yəni bir 6-7 nəfər var, hansı ki bu sayılır ki, əsas adamlar. Mən Ziyanın rəhbəri olduğu dönəmdə istəmirəm ki, Neftçi uğur qazansın. Bax bu illər Ziya getsin. Hə, Ziya getsin. Mən yuxarıya gedəndə mən gəlirəm. Sən gələndə satmalıdılar. Hə, sənin dediyin yəni arxasında sən biraz kobud şəkildə deyirsən. Mən kobud demirəm. Zaten kobud deyilməli də, bunun o tərəfi yoxdur da. İdarə eləyə bilmirlər də qardaş. Bu klubu satmalıdılar. Olmalıdır Sabah kimi, Qarabağ kimi. Sabah da özəl deyil. Gəl belə danışaq. Rafael, məsələn bax, Kəpəz Neftçi Kəpəz deyil. Kəpəzə az maliyyə ayrılır. Həmin maliyyə ilə yəni klub idarə olunur. Ancaq Neftçiyə ayrılan maliyyə daha yüksəkdir. Oyunçuların maaş aldıqları daha yüksəkdir. Yaxşı bazaları var. Bilirəm, başda oturanlar da fikirləşirlər ki, müvəqqəti gəliblər, həftə 8 mən 9 dəyişirlər. Nə qədər hakimiyyətdə mən pulumu yığım lap atanın özümə. Vəsə da klub əşi, klubdur. Onsuz bir səhər gün bizi də qovacaqlar. Sən özəl dediyin Lənkərana işarə vursan ki, yəqin Lənkəran dönəmində özəl, yenə də orada da uğurlu sonu uçuruma gedən bir yol oldu. Orada sonu uçuruma niyə getdi? Orada da daxildə elə belə deyək ki, Mübariz Mənsimov öz yaxın belə deyək əhatəsini gətirmiş. Yaxın əhatəsi Mübariz Mənsimovu belə deyək aşağıya çəkdi. Daha sonra artıq Affanla problemlər oldu və digər başqa məsələlər də var. Elementar götürək də, klub o vaxt uğur qazana bilər ki, həqiqətən onun başında oturan klubun uğur qazanmağını istəyəcək. Niyə görə? İlk öncə o klubun bütün xərcləri, qardaş, o idarə heyətinin heç birinin cibindən çıxmır. Oyunçulara verilən maaşlar olsun, infrastruktur, bütün çəkilən xərclər fərqi yoxdur da, belə də fəhlənin pulundan tutmuş heç bir onların cibindən çıxmır. Onların da marağında deyil, qardaş, çünki zaten dövlət büdcəsindən gəlir pul, basıb yerlər çıxır gedir.
klubun başında öz cibindən pul qoyacaq bir şəxs olsa, klubu satsalar, hansısa bir şirkətə, hansısa bir orqana və ya hansısa bir şəxs adi milyarder olsun, milyonçu olsun, fərqi yoxdur. Ona da imkan ən yaxşı yox, ən yaxşı nümunəsi o da düzgün şəkildə idarə edəcək. Çünki öz pulu gedir deyə, ziyana getməsin deyə klub uğur qazansın. Bir məsələni də qeyd edeyim. Ən yaxşı hal-hazırdakı model Turan rəhbərliyidir. Ehtiram Vəliyevin rəhbərliyi elədiyi Turan, mən inanıram ki, çox yaxın gələcəkdə Turan uğurlar da qazanacaq. Yəni klubu belə deyək ki, Ehtiram Vəliyev tam olaraq öz əlinə götürüb. Ehtiram Quliyev. Ehtiram Quliyev Vəliyev dedim. Tək olmalı klubun sahibi. Bəli, mən yəni ki, Turan modeli hal-hazırda biznes modeli kimi olmalıdır. Turan modeli çox yaxşı modeldir. Necə ki, Qarabağı o vaxt Azərsun aldı, o modeli ortaya gətirdi və göstərdi ki, doğrudan da futboldan pul qazanmaq olur. Futboldan pul qazanmaq olur. İkinci modeli mənim fikrimcə Turan rəhbərliyində Ehtiram bəy axıra qədər dəstək verməyə davam etsə, yeni bir səhv etmirəmsə Turanda yeni stadionlar da baza açıldı Kürdəxanda. Amma ora mən o xəbəri gördüm, oxumadım amma çünki çox da maraqlı deyildi. AFFA rəhbərliyindən, yəni daha doğrusu həmin vaxtı başım qarışıq idi. Sonradan heç ağlımda olmaz ki, girim oxuyum. AFFA rəhbərliyindən kimsə dəvət olunub, amma yox idilər. Bax bu da mənfi hal kimidir. Düzdür, onun AFFA-da işi gücü var, digər məsələlər var. Amma bir klub şəxsi təşəbbüsü ilə bu büdcəsindən bir sahibkar nəsə açırsa, inkişaf elətdirirsə. Belədir, bunun özünün mənim fikrimcə yəni ki, Turana aidiyyatı var. Açırlar, bazı çox əla bir haldır. Mən inanıram ki, yaxın gələcəkdə ən azından elə sahibkara bax deyirik axı dəstək verilməlidir. Ən azından iştirakla bir hörmət əlaməti olaraq elə dəstək verilməlidir. Hər halda bu mən də həmkarlarımızın yalançısı olaraq yazılan xəbər, çünki özüm də orada olmamışam birbaşa olaraq. Yəni mən sırf burada elə futboldan danışmaq istəyirəm ki, yəni Turan modelini çox bəyənirəm və izləyicilərə də belə bir sual vermək istəyirəm ki, Neftçinin sizcə, yəni ki, nə dəyişilməlidir ki, Neftçi əvvəlki günlərini geri qaytara bilsin, liqamızda daha maraq artsın. Yəni ki, Qarabağ belə deyə sona neçə tur qalmış çempionluğunu elan etməsi bir azərkeş kimi istəmirəm. İstəyirəm ki, maraq olsun. Gəl uzağa getməyək. Dünyada ən gözəl işləyən model liqa modeli hansı liqadır? Premier Liga. Premier Liga. La Liga yaxşıdır bir yerə kimi də Realla Barsanın üstündə dayanan bir şeydir La Liga. Onu razılaşmayacaqlar. Əgər baxan olsa sabaha kimi razılaşmasınlar. İngiltərə Premier Liqası o vaxtda 80-cı ildə olmuşdu da, stadionda uçmuşdu azərkeşlər. Ondan sonra 85-də son 5 il qadağa qoyuldu. Bəli, ondan sonra qadağa qoyuldu, bütün liqa modelini dəyişdilər. Ondan sonra özəl insanlara, klublara başladılar satmağa. Satdılar, amma əsas dəyişilən nə idi? Stadion biletlərini çox bahalaşdırdılar. Aşağı kütlə gedə bilmədi stadiona. Qardaş, zaten futbol zaten indi hal-hazırda kasıblar üçün deyil ki. Yox, orada futbolun əsas modelini dəyişdilər. Əgər pul gəlirsə, sən oranın öz belə deyək də alıcılıq qabiliyyəti var, oranın öz qazancı var. Onlar üçün o zaten ödəmək qabiliyyətində olan insanlar var orada. Ondan getmişlər. Mən sadəcə bir nə demək istəyirəm, qardaş? Dünyada ən gözəl işləyən model ingilislərin modelidir. Bütün klublar sahibləri var. 2-ci liqadan tutmuş 3-cü liqaya kimi hamısının öz sahibləri var. Və görürsən ki, həqiqətən klubu hansısa bir şəxs və ya şirkət alanda o klubun uğur qazanmağı üçün çalışır. Çünki heç kim dəli deyil ki, öz pulunu yatıra və o pul orada bata. Bu işi görəndə belə Qarabağ modeli sübut olundu da. Bəli, Rafael, indi səncə Azərbaycanda istəyən olmayıb indiyə qədər? Şəmkirdə o qədər milyonçular var, istəməyiblər Şəmkir komandasının içərisində saxlasınlar və yaxud digər şeylər lazımdır. Bəzi şeylər var ki, Qəbələ faktoru var idi o vaxtı. Yox, yəni istəmirlər səncə? İstəyirlər. Qəbələ var. Misal çəkdin. İndi qayıdıblar liqada gələn mövsüm oynayacaqlar. O tək başqa bürokratik əngəllərdən də qaynaqlanır. İcra hakimiyyətlərindən də qaynaqlanır. Yola getmirlər. Biri deyir stadion mənimdir. Ziya Hüseyn biri deyir stadion mənimdir, o birisi deyir yox mənimdir. Elə stadionlar var ki, mən bəzən biz araşdırdıq da çəkiliş üçün falan hardasa icra hakimiyyəti deyir mənlik deyil. AFFA deyir mənlik deyil. Adətən stadion AFFA balansında olmur. Gənclər İdman Nazirliyi deyir biz deyil. Bu stadion kimindir? Tikinti gedib burada yarımçıq dayandırırlar. Məsələn Qusarda Şövkət Orduxanov stadionu səhv etmirəmsə. Hələ də indi. O orada araşdırırdıq. Heç kim boynuna almır. Deyir bu stadion kimindir? Gedib orada nəsə tiksən o yanda. Gəlib çökəcəklər. Gələcəklər. Amma
qurumlar boyun qaçırır. Əsas şəhərə cavabdeh olan qurum da deyir ki, mənim deyil. O tikinti şirkəti, nətər tikinti şirkətinin balansındadır? Elə şey olar. Bu stadion deyə bu bina deyil, nə bilim, çayxana deyil, moyka deyil. Bu sırf 6 il müddətində mən Azərbaycan çempionatını çox maraqla izləmişəm. 2008, 2014-cü, 2015-ci ilə qədər Azərbaycan çempionatı doğrudan da maraqlı gedirdi. Elə o Bakı var idi. Ən belə deyək ki, maraqlı gedirdi. Qarabağın o zamanlar təzə-təzə yüksəlişə keçdiyi vaxtlar idi. Neftçinin çempionluqları var idi. Xəzər Lənkəran var idi, Bakı var idi, Inter var idi, Simurq var idi. Yəni doğrudan da çox yaxşı vaxtlar idi. Ümid edək ki, yəni Karvan daha əvvəl olub 2006, 2004, 2005 ancaq tez dağıldı da Karvan. Yakub Bamba var idi. Sonra Şahdağda Əhməd Ticani var idi. Çox bəyənirdim oyunun. Uğur arzu eləyirəm hər iki kluba finalda. Qarabağ, Sabah klublarına ümid edirəm ki, heç olmasa bir 20 min azarkeş gələr hələ səncə stadiona finala. 15 min məncə Kubokun finalına. Olacaq. Çox Sabah tərəf ən azı böyük marketinq gediş eləyəcək. Yox, 20 min gözləmirəm açıq. Mən gözləyirəm. 15 min gözləyirəm. 20 min gözləmirəm. 10-12 min civarında, 12 min civarında tamaşaçı gözləyirəm. Mən gözləyirəm 20 min. O dostum deyir bahis orada böyük ehtimalla hədiyyə olacaq, maşın falan qoyurlar çox zaman. Daha əvvəl müğənnilər gəlir falan. Ona görə günü də bir gün qabağa çəkildi. Oyun harda olacaq? 31-i Sumqayıtda olacaq Mehdi Hüseynzadə. Amma bir məsələ var, orada ayın 1-i 20 min tutur Mehdi Hüseynzadə. Yox, ona görə bizim danışırıq nə qədər gələcək. Toplamda rəqəm yadımızdan çıxıb. Yox, orada stadion sayı yadımdan çıxdı nə qədərdir. Amma mən az olar, 20 mindən az olar. Yox, 20 min olmayacaq səhv etmirəmsə. Mən Tofiq Bəhramova fikrim getdi. Yox, elə ona görə sən də özün sual verib özün də inkar eləyirsən. Mehdi Hüseynzadə bir dəqiqə tutumuna da baxacağıq bu stadionun. Mənə elə gəlir ki 10-12 min civarında, yəni olacaq olmağına. Hər iki kluba da uğurlar. 15 min, hə, 5 min də ayaq stadionası 20 min. 12 min, 5 min də çöldən baxır. Tam da olacaq, yəni ki, buradan iddia eləyirəm ki, tam da olacaq stadion. Sumqayıtda özə dolar. Ona görə mənim proqnozum 12 min daha idealdır. 15 min 12 min civarında gələcək. Çünki yenə deyirəm, hər iki klub marketinq gedişləri eləyəcək və favoritim yenə də Qarabağ. Məncə Qarabağ klassda olacaq. Qarabağ Sabah məncə qazanacaq. Digər, yəni burada artıq Sabah Avrokuboklara getmək üçün necə gedir? Finalda uduzsa da gedir də. Yox. Qarabağ Çempionlar Liqasına gedir. Qarabağ gedir deyə, bu da gedir də Avroliqa. Zaten finala əvvəl elə idi, ancaq indi ola bilər dəyişilmədə qaydalar. Yox, gedəcək. Sabah məncə qalib gəlməlidir. Çünki yox, müəllim, mən bilən elə yox, Sabah o əgər Kubokun finalında çempion olan komanda yox, o halda Turan Tovuz gedir indiki halda. Turan Qarabağ Sabah çox aşağıdır. Sabah 5-ci getməyini yox, çaşdırma. O Qarabağın getməyini elə daha doğrusu Turan Tovuz Qarabağın qalib gəlməyini arzulayır bu dəqiqə. Bəli. Qarabağ qalib gəlsə Turan gedəcək. 4-cü yerdə Turandır, 5-də Sabahdır. Çox da xal fərqi var. 9 xal. Hə, ona o baxımdan, o baxımdan yəni Sabah mütləq qələbə qazanmalıdır. Bu məsələ var. Avrokuboklar şansını Araz Naxçıvan da gedir öz aramızda. Araz gedir. Uğurlar arzu 1 2 3 avtomatik, yəni Çempionlar Liqası indi Kubokun qalibi Avropa Liqasına getdiyinə görə ikinci pillə gedir artıq Avropa Liqasına. Üçüncü, dördüncü pillə Konfrans Liqasına. Burada elə dəyişilir. O Kubokunu da ləğv elədilər. Kubokun qalibi Avropa Liqasına. Azərbaycan bir pillə üst, yəni turnir reytinqində qalxmışdı. Qarabağ qalib gəlsə, Zira Avropa Liqasına gedəcək. Düz başa düşdüm. Mən onu dedim də. Qarabağ qalib gəlsə Zira Avropa Liqasına gedir. Məncə bəs Azərbaycan futbolundan keçək futbolun El Klassikosuna. El Klasiko bu gün axşam gecə 12-də Bakı vaxtı ilə nə gözləyirsiniz? Hansı komandalar deyəndə duruma baxsaq, vəziyyətə baxsaq, Barselona favorit sayıla bilər. Real qırla gedir, zədələnirlər oyunçular. Həm zədə baxımından, həm son durumlar, həm Barselonanın nə bilim psixolojida üstünlüyü var hər tərəfli. İstər çempionat, istər nə bilim Çempionlar Liqası olsun. Bu baxımdan komanda hər tərəfdən titula gedir deyə. Burada da mənə gəlir ki, son əngəl Realdır və elə əzəli rəqib üzərində də mən nədənsə yenə də bir böyük hesablı 3-1, 4-1 hesablı Barsa qələbəsi. Mən əksin fikirləşməli. Real udacaq desən. Real udacaq fikirləşirəm. Real sənin dediyin o illərdəki ruhdakı komanda obrazına deyil. Düzdür, zədəlilər də oldu. Alaba birinci hissədə zədələndi, çıxdı son Xetafe ilə oyunda. Kamavinga ayağını tutdu. Alaba doğrudan da futboldan demək olar ki, 1-2 ildə artıq uzaqlaşıb. Kamavinganın zədəsi belə deyək, əks mənfi təsirini göstərəcək. Ancaq yəni Rudigerə ehtiyatda saxlamışdı. Dinbər böyük ehtimalla Rudiger Asensio cütü olacaq müdafiənin mərkəzində. Ancaq müdafiənin cinahları Real Madriddə çox zəifdir, bərbaddır. Yəni Lucas Vazquez
istifadə edirlər, ancaq müdafiə planında son El Clasico'da yadındadsa Rafael Rafinha'nı idi də səhv etmirəmsə yanında gəldi, arxadan gəldi Vasquezin qabağından gol vurdu. Bir məsələ var ki, Mbappé'nin qırmızı vərəq almışdı. Belə deyək ki, özün yığıb saxlayıb ki, mən El Clasico'da özümü göstərməliyəm. Sabah göstərər. Yox, məncə Mənim günümüz bu gündür. Biz Yox, onu demirəm. Yəni göstərər o sabah. O sabah. Mənim fikrimcə Real Madrid kuboku elə yenə qazanacaq. ofsaytda yatacaqlar şeylə. O 4 Ya birinci oyunda elədikləri səhvləri etməyəcəklər. Bir dəfə keçən ikinci dəfə çətin keçir. Birinci həmişə keçir. Bunların o taktikası yoxdur. Birinci oyunda etdiyi səhvləri Ancelotti var, Ancelotti amili var. Mən Realda başqa baş məşqçi olsaydı. Məncə finalda Brahim Diazla Arda Gülərə üstünlük versə, bəlkə nəsə yaradıcı eləyə bilər. Arda Gülər düzdür son oyunda gol vurdu. Həmin oyuna El Clasico oyuna Arda çox yumuşaq oyunçudur. Belə dırnaqarası desək ki, sərt deyil axı. Sən yox, sərtlik lazımdır. O futbolda sərtlik. Arda Gülərin 15-20 dəqiqə oynaya biləcək. Çıxmışlar da Super Kubokun finalında tank kimi üstündən keçdi də Realın Barselona. Mənim fikrimcə Brahim Diaz hələ ki Arda tam olaraq El Clasico'da oynamaq üçün bişməyib. Oynada bilər 15-20 dəqiqə. Xetafe ilə oyunda məsələn işlək olmayan sağ ayağı ilə əla gol vurdu. Qapıçının da səhvi var idi. O başqa məsələ. Viniciusla Mbappé cütü mənim fikrimcə oyunun taleyini həll eləyəcəklər. Real Madriddən mən kubokun qələbə gözləyirəm. Kuboku Real Madrid qazanacaq. Rafaellə mənim əksimə getdin sən, görək. Nə bilim, mənə elə gəlir ki, mən dediyim o faktorlara faktorlara görə hər şey olur zaten oyunda. Yox, sadəcə mən deyirəm yenə də əvvəlki Real ruhunu bu komandada, sırf bu komandanın sırf bu periodunda görmədiyimə görə. Yəni Bellingham Lewandowski sağalmır da deyəsən. Yox, oynamayacaq. Ha, oynamır. Yəni zədəlilər sırasında da Çempionlar Liqinin ilk oyununa desən. Hə, Çempionlar Liqasına çatmadı, düz deyirsən. Çempionlar Liqasına çatmamaq məsələsi var idi. O baxımdan bütün hər şeyi nəzərə alaraq mən belə deyək, Barselonanı üstün, hətta fərqli üstün kimi görə bilirəm burada. Amma belə deyək də Barselonanın oyunu 2-3 açar oyuncusu var ki, onların üzərində qurulub. Onların oyunu alınmasa Barselonanın oyunu alınmayacaq. Yəni əsas yenə biz problemin üstündən keçirik. Arsenal'la da oyununa yadına gəlir. Biz söhbət edəndə demişdik ki, Real hər şey okeydir, amma müdafiəsi yoxdur. Eyni şeydir də. Barsanın da qabağında müdafiəsi yoxdur da. Yamal ilə Rafinha yenə Proxadnoy dvor eləyəcək. Gəl belə danışaq da Rafael, Real Arsenala qarşı müdafiənin zəifliyinə görə uduzmalaq mənim fikrimcə. O 2 cərmə zərbəsi qolu olmasaydı Real Madrid. Yox, qardaş, Saka Proxadnoy o yolu keçid eləmişdi, gəlirdi. Eləmişdi. Arsenalın oyun stili. Yox, yəni. Oyun stilini qoyuram bir kənara. Mən nə deyirəm? Müdafiə saxlaya bilməyəcək Realı. Realın müdafiəsi heç cürə Barsanı saxlaya bilməyəcək. Frangarsiyanın oyununu bəyənmirəm. Qədər də buraxacaq. Frangarsiyanın oyununu bəyənmirəm müdafiə. Lukas Vazquezin oyununu bəyənmirəm, amma belə oyunçuları bir oyunluq Ancelotti kubokun finalı elə bir şeydir ki, yəni çempionatda məsələn Realın oyunu var da, səhv etmirəmsə mayın əvvəlidir. O oyunda uda bilər Barselona Real Madriddə. Amma sırf bu finalda mən inanıram ki, Ancelotti kuboku qazanıb Braziliyaya gedəcək. Hansı Flick Ancelottidən daha yaxşı taktiki baş məşqçidir. Məncə o daha yaxşı da hazırlaşacaq və prosta Realı kim olar? Qəhrəman kim olacaq yaxşı? Məşqçilər yoxsa Mbappé? Qəhrəman Rafinha. Yox, Rafinha olmayacaq. Məncə qəhrəman buradan səslənirəm. Yamal olacaq. Frangarsiyanı futbollar gəlməyinə peşman edəcək. Mbappénin qol vurmasına mərc eləyə bilərsiniz. Məncə Mbappé. Yox, vura bilər. Niyə? Qol vuracaq da. 4-1 olanda bir dənə qol vurar da. Olar. 4-1 qol. Sən kim deyirsən? Varsa. Mbappé sən. Mbappé qol vuracaq. Yamal vuracaq. Yamal deyirsən, mən kim deyim? Fatih qalır. Fatih təzə çıxıb. Yox, mənə görə Rafinha. Ferran da vuracaq. Vinicius Junior o deyinir həmişə. Ağlayır. Omar Momani də həmişə onu çəkəndə. Yox, çox maraqlı olacaq ən azından son durumlarına görə və Barselonada çempionatda da Atletico-da həftə içi qalib gəldik. 10 xal fərqi var birinci yerdən. Amma Real'la Barselona gedirlər. Bir dənə də bir amil də qeyd edeyim ki, Vinicius Junior ildə 30 milyon avro maaş istəyir. 15 milyona razılaşmadı. 20 milyon da təklif edirlər Mbappé'nin maaş aldığı qədər. Deyir, yox, 30 təmiz 30-u görüm, ondan sonra getsin Ərəbistana da, qurbanım. Getsin ora, canımız da qutarsın da. Onlar heç zaman böyük futbolçu statusunda olmayıblar, olmayacaqlar da. Mən qardaşım demişkən Braziliyalıdan futbolçu çıxmaz qardaş. Yox, nə məndə professional futbolçu deyirəm də, onlarda professionalizm çox aşağıdır. Bəlkə də son dövrlərə aid eləmək olar. Amma belə tarix boyu əfsanələr oldu. Yox, 2006-dan bəri deyirəm də. Pulun çox olmayan vaxtında.
futbolda Vinicius yaxşı oynayır amma, yəni Yo, belə yenə bir də biz istedadın onu bəlkə psixoloji deyə yöndəri bilmirik də. Çünki onlar pulu düz deyə bilərlər ki, güya Messi, Ronaldo pul qazanmayıb. Yox, qazanıblar. Onlar pulu amma o düşünürlər. qazandığı Amma hər onlar- qəpiyi haqq eləyib. Amma haqq eləmədən Messi amma ilə Ronaldo başqa yox, yəni məsələn onlar amma o ki, pulu elə haqq eləmədən əlavə elə zamanda düşünüblər ki, artıq hər şeyi eləyiblər futbolçu. Hər şeyi eləmişlər futbolçu. Yəni artıq onlara o belə deyək də, o haqqı azarkeş də tanıyırdı. Özlərinə o haqqı tanıyırdılar. Heç kim də heç nə deyənməzdi ki, niyə getdi, niyə də oynaya bilər. Yox, adamlar da getdi, hələ də bu günə qədər də. Əli proqnozun hesab təxmini. Dedim 3-1 4-1 Barselona qələbə qazanacaq. Düzdür, mən videonun altında 3-1 yazmışdım. Qollar da Rafinha ilə Yamal. Sən deyirsən, sən öz konkursun, başqa bir forma almaq istəyirsən. Amma belə 4-1 yəni məncə Barsa aparır. Mənim fikrimcə 2-1 ya 3-1 hesabı ilə Real Madrid qalib gələcək. 1-1 gedəcək oyun. Real Madrid axırlara yaxın bir gol vuracaq. 2-1 əks hücumda 90 üstə gəldi. Barsa qırmızı kart alsa Real udar, amma belə uda bilməyəcək. Bir dəfə oldu da son El Klasikoda qırmızı kart almışdı da. Barsa qırmızı kart alsa, mən nə bilim ekstra bir nəsə olsa, qırmızı kart aldı. Qeyd elədik hamısını. Yazdıq, pozduq. Bu həftənin Mərzə keçməmişdən qabaq bir dənə burdan Jamie Vardy karyerasını başa vurur. Sağollaşdı. Jamie Vardy doğrudan da yəni ki oğul. bir xəbər oxudum. 27 yaşdan sonra Premyer Liqada çıxış edib Ronaldodan Adam kərpic zavodunda işləyə gəlib. Anelkadan çox gol vurub. Daha sonra orada siyahlar var idi. Yəni Jamie Vardyyə gələcək şəxsi həyatında uğurlar arzu edirəm. Sağ ol ki, gəlib Leicester üçün. Bir də xəbər deyim də. Hatim Ben Arfa sizcə indi nə işləyir? Xəbəriniz var? Satıcı. Yox. Elektrik. Niyə? Yaxşı Doğrudan işi var. elektrik işləyir. Yaxşı saata ziyadə işsizdir. Özdə deyir ki, mən deyir həyatımın ən sevimli Mən də elektrikəm deyir. Futboldan daha yaxşıdır deyir. Orxanın ən sevdiyi futbolçusudur ya bu arada Hatem Ben Arfa. Dünən oxuyuram, intervyusunu oxuyuram. Deyir mən indi elektrik işləyirəm və ən sevdiyim də işdir, futboldan daha yaxşıdır. Qazanıb da, qazandığını qazanıb indi də. O Didier Drogba'dan çox gol vurub Jamie Vardy. Nə qədər? Premier Liqada. 143 gol Jamie Vardy vurub. 105 nə qədər deyir. Didier Drogba'da 104 goldur. 104. Anelka 125 gol vurub. Anelkadan çox vurub. Dwight York'dan çox vurub. Lukaku'dan, Ronaldo'dan, Nistelrooy'dan, Bergkamp'dan, Torres'dan, Suarez'dan. Yəni Suarez 69 gol vurub. Suarez nə oynadı? 2 mövsüm oynadı. Amma statistika bir qırağa, o Fergusonun əfsanəvi sözü statistika ilə bağlı. 1000 yufka kimidir. Çox şey göstərir, əsas şey göstərir. Amma görsən, yəni orada o digər adlar var, ondan az vuranlar, onlar daha böyük əfsanələr idi futbol üçün. Jimmy Vardy Premier Liqə qazanıb, yəni Premier Liqin tarixində elə bir şey qazanmaqdan əlavə bombardir olub neçə dəfə. Misal üçün onu Nistelrooyla bir tərəziyə qoymazlar. Misal üçün onu, nə bilim, hətta Anelka ilə belə bəlkə bir tərəziyə qoymazlar da. Anelka səncə? Yox, yəni o da Trezeguet'dən Anelkadır. Həyatı boyu daha çox qiymətləndirir, amma bir qəpikli oyunçular deyil. Əsəbləşməyə keçək, Əli. Mərzə keçək. Mərzə keçək. İki dənə məsələ qaldı qısaca deyim. Osimhenin transfer məsələsi Manchester United-da Rafael özün gördün həftə içi. Yəni David Ornstein'dir, nə idi adı? David Ornstein. O da dedi ki, artıq yəni böyük ölçüdə bu ehtimallar çoxdur. Hər şey mən bu barədə deyim, hər şey razılaşdırılıb. Qalıb Osimhenin razılığı, həmin Osimhenin yeni menecerlə razılaşıb bildiyimiz kimi, həmin menecer adı yadımdan çıxdı, həmin menecer də Manchester United-ə oyunçu satmaqda belə deyək ki, əsas işi odur. Çörəyi Manchesterdən. Çörəyi Manchesterdən çıxır. Oyunçu Osimhen özü razılıq versə, böyük ehtimalla Manchester United-ə keçəcək. Kunya transferini artıq demək olar ki, bitiriblər, xırda detallar qalıb. Osimhen transferində də hələ ki Osimhenin tam olaraq fikri, zikri belə deyək ki, Galatasaray çempion etməkdir. Galatasaray çempion olduqdan sonra artıq ki, rahat olacaq oyunçu. Yəni adam beyninə qoyub ki, yəni mən Galatasaray çempion eləməliyəm. Yəni illərlə Galatasarayda oynamış oyunçulardan daha çox istəklidir. Almasaydılar ligi qazana bilməyəcəkdi. 100%. Hal-hazırda Galatasaray heyətində Osimhen olmasaydı, Galatasaray Fənərbağçanın təxminən 8-9 xal gerisində idi hal-hazırda. Bax görürsüz, idarəçi bir oyunçuya görə o puldan keçmək, digər riskləri gözə almaq, o uğursuz olsaydı baltalayacaqlar rəhbərliyi ki. İstefa. Osimhenin uğursuz olmaq ehtimalı çox az idi. Amma yəni oyunçu özü də oynamaq istəyir. Burada əsas Qardi amili var. Yeni transfer mövsümündə belə deyək, Okan Buruk, Qardi, bir də Abdullah Kavuqçu, üçü transfer planlarını artıq yürüdəcəklər. Qardi isə deyir ki, bütün klubun transferini mənə verin, mən edim. Yəni əlbəttə ki, Qardi belə deyək ki,
burada arada olan şəxsdir. Yəni sırf futbol meneceri deyil ki, hansısa klubun skautu olaraq getsin, danışsın, alsın. Mənim fikrimcə Qalatasaray ona getməyəcək. Osimhen transferində Gardinin doğrudan da böyük əməyi var idi. Ancaq mənim fikrimcə Osimhen bundan sonra hansı klubda oynayır, oynasın, doğrudan da çox böyük, yəni ki, hörmətə layiq bir futbolçudur. Juventus çox yaxşı məbləğ təklif edir. Ancaq Napoli, De Laurentiis onu Juventusa satacaq, yoxsa İtaliyacına satmaq istəmir. İnanmıram ki, satsınlar. Osimhen bu mövsüm qazandığı o hörməti blatı Manchester cəmiyyətlə qorxuram ki, yenə itirsin. Məncə Hörlünddən pis olmayacaq ki, yəni yaxşı olacaq. Osimhen sadəcə çalışır. İnsan çalışır. Yəni ki, bir var ki, azarkeş olaraq istəyərdim o gəlsin. Yoxlayaq ən azından müasir futbolda elə hücumçuya Avropada da hər zaman ehtiyac var. Xüsusilə o pikinə qayıtmış hücumçu zamana kimi Osimhen öz fizikini saxlayacaq, axıra kimi mübarizə aparacaq. Belə deyək ki, bir növ məsələn Barış Alper Yılmazı mən Qalatasarayda qısa bir şey toxunum. Oyunçu kimi texnikası yoxdur. Sadəcə olaraq çox çalışır da. Yəni adam qaçır, nəsə eləməyə çalışır. Müasir futbol fiziki çox istəyir. Yəni fiziki qaçmalısan, mübarizə aparmalısan. Barış Alper'in. Amma elə transfer mövzusunda danışarıq. Keçək Mərcə. Mərcə keçək. Mərcədə bizdə bu həftə Sən danış. Ötən həftə son həftələrin uğurlu insanı. 2 həftə ardıcıl olaraq kuponum doğrultdu. Oyunlar gəldi, rahat da gəldi. Və bu həftənin maçlarına istəyərdim ya. Həmişə belə olur. Sən deyirsən, sonra mən deyəndə uğurlu olur. Qoy. Dəyişməyək. Məndən başlayaq. Variantların varsa sən deyirəm, mən də seçim. Çünki birə qədər oyun çoxdur. Başlayaq da elə. Birinci oyunun Wolverhampton Leicester City oyunudur. Leicester City artıq Premier Liqadan yəni rəsmi olaraq düşdü. Burada mən 8.5 üst korner versiyasını seçmişəm. Yaxşı da əmsal verir. 1.45 əmsalı var. İnanıram ki, artıq belə deyək, Leicester çox açıq oyun oynayacaq. Yəni 3 top buraxdı, 5 top buraxdı. Artıq belə deyək, veclərinə deyil. Açıq oyun gedəcək. Wolverhamptonda ekstra nəsə bir motivasiyası yoxdur. Ona görə açıq oyun gözləyirəm. 9 korner olacaq. İkinci oyun Napoli-Torino. Ötən verilişdə səsləndirmişdim ki, Inter Bologna ilə oyunda xal itirə bilər. Mən heç-heçə gözləyirdim, ancaq məğlub oldu və hal-hazırda bərabərdir. Qızıl oyuna gedirlər. Bəli, Milana kubokda Inter məğlub oldu 3-0. Marcus Thuram zədələnib. Hal-hazırda qabaqda Çempionlar Liqası oyunu gözləyir. Yəni bir qədər belə deyək ki, və bu turda Roma ilə oynayırlar. Heç də asan olmayacaq həmin oyun. Ona görə mən fikirləşirəm ki, Napoli Torinonu məğlub edəcək. Bunun da əmsalı yaxşıdır. 1.45 əmsal var. Napoli öz meydanında məncə McTominay yenə də haqqa verə bilər. Napoli qələbə. Axırda hamısını deyəcəm. Ondan sonra ən sonuncu oyunum da 2 oyun demişəm. Mən 3-cü oyunumu da seçim. Trabzonspor Alanyaspor oyunu var ki, Türkiyə çempionatdan Süper Liqaya getdim. Trabzonspor kubokdan çıxdı. Artıq liqada heç bir belə deyək ki, iddiası qalmayıb. Alanyaspor isə ikinci divizyona düşməmək üçün oynayır. Mənim fikrimcə Alanyaspor burada qol vuracaq. 1.45-dir. 3 dənə yox. Alanyanın bir qolu. Deməli ümumi Wolverhampton Leicester City 8.5 üst korner. Trabzonspor Alanyasporun qol vurmağı və Napoli Torino Napolinin qələbəsi. Ümumi əmsal 3-10 əmsaldır. Mərcədə bilərlər. Yəni minimal əmsal və gələn varianta oxşuyur. Napolinin qələbəsi də korner variantıdır və Alanyanın bir dənə Alanyaya baxmamışam. Xeyirli olsun Ziya deyək və davam eləyək mənim əmsalım. Mən burada hansı oyunları seçmişəm? Liverpool Tottenham bu şou xarakterli bir oyun olacaq. Liverpool çempionluğunu rəsmiləşdirmək üçün. Mənə elə gəlir ki, məhsuldarlıq Leicesterin oyunda demək olar ki, variantları yandırdılar, bütün variantları məhsuldarlıq baxımından üst, time BH üstü falan. Bu oyunda gələcək. Liverpool BH 1.5 üstü götürə bilər Tottenhamla maçda. Hər iki komanda məncə timeda fərqlənəcək, amma 2-0 olma ehtimalı da böyük ola bilər. Ona görə bu bir oyun. Manchester United Bournemouth maçında. Burada vitrin Manchester United riyazi olaraq Premier Liqadan düşməyəcək. Ipswich bunu rəsmiləşdirdi. Ona görə zarafat da olsa ağrılıdır. Amma bu oyunda da Manchester United Avrokubok növbəti həftə var da Avrokubok yoxsa var. May əvvəl. Ona uyğun yaxın gedir. Avrokubok həftəsidir. Ona görə Bournemouth burada 8-ci pillədə, hətta 7-yə qalxmaq üçün də bəlkə şanslarını qorumaq istəyəcək. Məncə alt olacaq oyundur. Kornerə gedəcək bir qarşılaşmadır. Mən oyuna 8.5 üst korner variantını səsləndirərdim. United Liverpool BH 1.5 üst variantını qeyd elədik və sən Napolini seçmişdin. Mən burada və Sabah Qarabağ məhsuldarlıq. Bəlkə də Qarabağ çempionluğu, amma bilirsiniz necə rəsmi də
deyirdim rəsmiləşdirməyə evə saxlayır, amma burada elə ev səfər anlayışı da nəfər güclü var. deyil. Sabah Qarabağ 2.5 üst variantına gedəcəm. Bu oyunda. Ötən həftədə Qarabağ mənim variantımı gətirmişdi bu həftədə. Sabah da qol vurar, Qarabağ da qol vurar. El Clasico'ya heç nə deməyəcəm. Mən dediyimi, Dedin də. hə, yəni variantdan, kupondan kənar dedim də. Real Madrid kuboku alacaq. Madridistlər. Və salam, bax belə 3 oyun seçdik. Kuponu da gördünüz yəqin ki ekranda. mən 3-cü heç- həftə uğurlu olmaq diləyi Diləyilə. Sən dedin Rafael. Strike eləyərsən o. Mən də mən Barsadan başlayıram qələbəsinə. Aha. Birinci oyundan yandın. 2-20 verir də. Yəni. Aha, gəldi. Elə bir gəldi. Liverpool gol 2-5 üst olacaq məncə. Aa, Bol eyni gollu oyun seçmiş, olacaq. hə? Gol. Gol üst, 2-5 üst. Hə, gol həm də 2-5 eyni variantda, bəli, ha. bəli. Bir qara milyoner Onu olmaq da istəyirsən. Newcastle isə yenə 2-5 üstlə qələbəsi. Mən riskli kupon yazıram yəni. Yo, açığı bu. Bəli, o Newcastle, mən Newcastle-dan əl çəkən deyiləm. Açığı burada bir dənə Newcastle niyə görə qələbəsini deyirəm? İsveç birinci düşüb ikinci liqaya bu heç. Həm də ki adamlar Çempionlar Liqası üçün oynayır deyə. İpsiz rəsmiləşdirir də deyəsən bu. Düşdü də. Dünyada çox da rəsmiləşdiriblər. Southampton Premier Liqada Leicester rəsmiləşdirir. Çox maraqsız oldu. İkinci liqaya düşənlər tez düşdülər. Hamısı qayıtdı. Çünki o pul fərqi çox böyük rol oynayır. Premier Liqlə Championship-ın. Yəni Sheffield yadındadır. Qəpik quruşla 6-cı yer tutmuşdu. hal-hazırda məncə uçurum çox böyüyəcək Premier Liqdə. Nəysə kupon budur məncə. Burada düzdür risklidir, amma yenə də yoxlaya bilərsiniz. Xeyirli olsun deyirik. Sağollaşaq Əli. Əmsal olacaq. Barcelona orada biraz risk ola bilər, amma orada mən də qələbə görürəm. Bəli, sağollaşa bilərik. Növbəti həftə yenidən görüşmək ümidi edirik. Rəylərinizi, fikirlərinizi də komment rəy hissəsində, linkin rəy hissəsində yaza bilərsiniz. Növbəti həftə yenidən Avrokubok oyunlarından sonra da oturub həftəni müzakirə eləyəcəyik sizinlə bir yerdə. Sağ olun deyirik. Sağ olun, Sağ salamat olun, qalın. salamat qalın.